Siz eşit bölməli çubuq şəkilləri kimi tarazlıqdadır. Sürtünmələr önəmsənmədiyinə görə 4P ağırlıqlı cismin çubuğa etdiyi reaksiya qüvvəsi, yəni etki qüvvəsi reaksiya qüvvəsidir. Neçə P'dir? Aşağıya doğru bir P var, sadə əqrəb istiqamətdə. Fırlatmağa çalışır. Burada bir 3P var, sadə əqrəbin əksi istiqamətdə. Burada bir T gərilmə varsa, eyni gərilmə olduğundan burada da bir T gərilməsi var. Aşağıya doğru da bir 4P var. 4P də sadə əqrəbin əksi istiqamətdə. T'lər isə sadə əqrəb istiqamətdə. İndi gəlin dayağa görə bu momenti yazaq. Sadə əqrəb istiqamətdə fırladanlar bax bu T'lərdir. Yəni T vurulsun 1, 2, 3, 4. Üstə gələk T vurulsun 3. Üstə gələk P də sadə əqrəb istiqamətdə fırladır. P vurulsun 2. Bərabər olur 4P vurulsun 3. Üstə gələk 3P vurulsun 2. Baxaq. 4T 3'dir. Olacaq 7T bərabərdir. 12, burada 6, 18, 2'nin P'ni də keçsək bura. Deməli, olacaq 16 P. Onda T'ni tapsaq nə olur? 16 P bölünsün 7. Deməli, baxın, bu ipdəki bu gərilmə nəyə bərabərdir? 7-də 16 P'yə. İndi məndən reaksiya qüvvəsini soruşur. Bilirik ki, reaksiya qüvvəsi də dayaqdan yuxarıya doğru yönəlir bir N reaksiya qüvvəsi. Onda yuxarıya təsir edən qüvvələr aşağıya təsir edən qüvvələrə bərabər olmalıdır. Yəni N-lə 7-də 16 P-nin cəmi mənə nəyi verməlidir? Mənə verməlidir 4 P-ni. Düzdürmü? Baxın, yuxarıya bir N, bir də bu qüvvə təsir edir. 7-də 16 P-lik bir gərilmə qüvvəsi. Onda N-i tapanda nə olur? 7-də 12 P-dir. Cavab olur Y variantı.